bağlayıcıdır, ötürü isə səbəb qoşmasıdır. Deməli, cavabımız olacaq E variantı. İştirak bağlayıcısı və arzu adı. Həmzə mübtədalı cümləni müəyyənləşdirin. Daşlı kəsəkli yolda necə? Burada təyinin həmzisliyi var. Yazaq burada T hərfin. Dünəndən nə yatır, nə də dincəldir. Yatır və dincəlirdi. Həmzis xəbər var. X hərfi. Həmzis xəbərlər var. Böyük də, kiçik də kim? Böyük, kim, kiçik? Bəli, mübtəda. Həmzis mübtədalar cavab C-dir. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildim. Nəyi indi bilir? Zəngin vurulduğunu, müəllimin gəldiyini. Burada tamamlıq var. Vasitəsiz tamamlığın həmcinsliyi. Bu da gedir. T hərfi yazaq burada. Səhər asılasımı, baxsana həyəti, haranı, baxsana, haranı həyəti. Bu da tamamlığın həmcins tamamlıq, vasitəsiz tamamlıq. Deməli, cavab olacaq C variantı. Niyə görə? Çünki həmcins mübtədanı soruşur. Keçirik növbəti suala. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə fikir versiniz, mən yağırdı düz gəlməz, eləmi? Deməli, mən gələndə, burada nə zaman mən gələndə, bunun işarəsini buradan yazıram. Çünki, ya da elə bax, buradan yazaq, işarəni göstərim. Yağış mübtəda, yağırdı xəbər. Yağırdı xəbər. Deməli, işarəni göstərsəm, bu görsənməyəcək yazılar. Kənarda göstərirəm. Yəni, bir yazıram bura. Birincinin işarəsini göstərim. Bu zərflikdir. Mən gələndə yağış mübtəda, xəbər də yağırdı. Bu da ikinciyindir. İndi ikinciyini də yazacağım bura. İkincinki belə olacaq. Mən aldım düz gəlir. Mən mübtəda, sonra gələndə zaman zərfliyi, mağazadan, haradan yer zərfliyi, kitab aldım, kitabı aldım. Görürsünüz? Orada artıq olacaq tamamlıq. Aldım da xəbər. İndi gəlin baxaq. Deyir, zərfliyin mənazı iki növü işlənib. Bu ikiyə aid olacaq. Fikir versiniz, zərfliyin iki dənə növü hansında çıxdı? İkidə. Deməli, gələndə zaman zərfliyi, mağazadan yer zərfliyi. A-nı yazırıq ikiyə. Sonra, mübtəda isimlə ifadə olunub. Mübtəda yağış isimdir. Bəli, yağış isimdir. Ona görə də B-ni yazırıq 1-ə. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Baxırıq, yuxarıda fikir versəz, mən gələndə zaman zərfliyi, yağış mübtəda, yağırdı xəbər. Deməli, birincidə, ikinci də üzvlərdən yalnız biri işlənib. O da zaman zərfliyidir. Deməli, C-ni də yazırıq 1-ə. A-da 2-dədir. Əmr cümləsidir. Xəbərlərə baxanda biri, deməli, birincidəki İndiki zamanda, ikincidəki keçmiş zaman, zaman şəkilləri xəbər şəklindədir. Xəbər şəkli, yəni zaman şəkilçisi olan əmr cümləsi ola bilməz, nəqli cümlə olur. D heç birinə aid deyil. İlk söz cümlədə kim sualına cavab verir? Mən. Bəli, bu 2-yə aiddir. 2-yə aiddir. E variantı da gedəcək 2-yə. Deməli, 1BC, burada var elə variant, 2-də AE olmalıdır. Bəli, cavab D. Cavab D variantı olacaq. Yəni, keçən növbəti suala. Deməli, burada cavabları mən işarəliyim. 1-də deməli oldu C, 2-də oldu D. Keçən 30-cu suala. Feili bağlama hərəkətin tərzini bildirir. Feili bağlama hərəkətin zamanını bildirir. Deyir, düşmən qorxub geri çəkilir. Düşmən niyə çəkilir geri? Qorxub. Səbəb səhvliyi. Bu heç birinə aid deyil. U+4 səbəb bildirir. Bilirsiniz, tərz bildirir. Burada amma səbəb bildirəcək. Əsmər xala pəncərəyə yaxınlaşır. Nə zaman? Yaxınlaşanda zaman. Deməli, B-ni yazırıq 2-yə. Uşaq ayağını yerə dirəyib ayaq üstə necə durmaq istəyir? Ayağını yerə dirəyərək, ara qərəklə əvəzləyirik, düz gəlir. Deməli, tərz bildirəcək. C, dirəyib burada feili bağlamadır. Dirəyərək, bəli, deməli, tərz bildirir. C variantı gedir 1-ə. Ana içəriyə keçər-keçməz, ər-mazməz olanda zaman olacaq həmişə. Nə zaman? Bu D variantı gedir 2-yə. O əllərini qoynuna qoyub bir kənarda. Bir kənarda necə nəcür dayanıb? Qoynuna qoyub, qoynuna qoyaraq dayanmışdı. Əllərini qoynuna qoyaraq dayanmışdı. E variantı gedir 1-ə. Deməli, 1CE, 2BD. Belə variant var. Bəli, cavab C-dir. Bir balaca boyu var, dam dolusu toy var. Bəli, fikir versiniz, cümlədə əkslik var. Bir balaca boyu var, ancaq deyir, amma dam dolusu toy var.
Bu artıq qarşılaşdırma bağlayıcısına ifadə olunacaq D variantı. Çünki adətən biz bilirik ki, qarşılaşdırma bağlayıcısında sanki bir cümlədə əkslik olur. Ziddiyyət olur. Ona görə cavab D-dir. Bunları silək buradan. Deməli, düzəltmə sözləri müəyyən edin. Dilə, dildən dilə, dilədən dilək. Deməli, biri birdir. Bir düzəltmədir. Kələdən kələk yox. Kələ ilə kələ arasında yaxınlıq yoxdur. Ona görə bu sadə sözdür. Oydan oyaq yox. Yaxınlıq olmadığını oyaq elə sadə söz olaraq qalır. Bu da gedir. Dayadan dayaq. Bəli. Dayadan dayaq olur. 1-4. Qovdan qovaq yarana bilməz. Bəzədən bəzək yarana bilər. 1-4-6 cavab olacaq B. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəsi sifətlə işlənib? Gəlin baxaq hamısına. Möhkəm adi dərəcədədir. Qaramtıl azaltma dərəcəsindədir. Bu getdi. Bizdən üçünü də istəyir. Qablar tərtəmiz çoxaltma dərəcəsi, ağ adi dərəcə. Burada da yoxdur. Çünki tam yoxdur burada da. Ağ adi, sarımtıl azaltma, tünd qırmızı çoxaltma. Bəli, cavab C-dir. Üçü də var. Sərt adi, sıldırımlı adi, vahiməli necə nəzür görünür? Bu heç bu zərfdir. Cavab olacaq burada. Bu da düz gəlməyəcək. Mağazda açıq göy rəngdə pambıq parça. Burada da azaltma var. Amma tam istədiyinə görə cavab C. Hansı sözdə nöqtənin ilə Q hərfi yazılmalıdır? Baxaq. Qonağa. Burada Q-nın yanında saat gələndə Q-ya keçir. A getdi. Burğun. Bu da getdi. Yarpağı. Bu da getdi. Dağlar yox. Dağlar. Çünki burada dağdan söhbəti. Dağ ola bilməz. Qışlaqda cavab B. Növbəti suallara baxaq. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsli cümlənin xəbəri biz bilirik ki, əsasən cəmdə olur. Ümumiyyətlə cəmdə olur. Ona görə də baxın. A-nı silirik. Deməli, A-nı sildik. D-ni sildik. E-ni sildik. Yazılmayan kitabı vərəqləməzlər. Ümumi şəxsli cümlə. Deməli, bu getdi. Onun nahaq yeri gözdən salıblar. Bu qeyri-müəyyən şəxsli cümlədir. Cavab B. Deyəsən, tip məntəqəsində işləyir. Deməli, o tip məntəqəsində işləyir. Bu müəyyən şəxsli cümlədir. Artırmaq olur onu. Qızılqayadan ötəndə günorta idi. Burada bu şəxsli cümlədir. Nə zaman günorta idi? Qızılqayadan ötəndə nə idi? Günorta idi. Deməli, bu şəxsli cümlədir. Ş hərfini yazın. Birdən lazımınız olar. Bunu mən tam izah edeyim. Rüstəmin onu acığı tutmuşdu. Bu şəxsli cümlədir. Birbaşa frazoloji birləşmə ilə ifadə olunub xəbər. C-ni dedim. Yazılmayan kitabı vərəqləməzlər. Bu ümumi şəxsli cümlə, atalar sözü. Bu da getdi. Cavab olacaq B. Qeyri-müəyyən şəxsli cümlə. Hansı cümlədə mübtəda feil sifət tərkibi ilə ifadə olunub? Gəlin baxaq. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Bizə deyir ki, mübtəda feil sifətlə ifadə olunub. Hansı rəsmləri bu? Nəyi? Rəsmləri çəkən deməli, bu rəsmləri çəkən mənim böyücəm kimdir? Mənim böyücəmdir. Bu xəbər bir yerdə. Deməli, hansı mənim böyük əmimdir? Bu rəsmləri çəkən. Kim mənim böyük əmimdir? Bu rəsmləri çəkən. Deməli, burada feil sifət tərkibi deyir. Hansı deyə bilmərik buna? Kim mənim böyük əmimdir? Bu rəsmləri çəkən. Baxın, feil sifət tərkibidir. Mübtəda bir yerdə. Ona niyə görə deyirəm mən bunu? Bir yanım baxaq, deyirəm bir də. Deməli, bu mənim böyük əmim sözlə bir tənə söz birləşməsi, xəbər, ismi xəbərdir. Hansı rəsmləri çəkən düz gəlməz. Çünki burada gərək mübtəda olardı. Biz onu sualı verərdik. Bu rəsmləri çəkən kim mənim böyük əmimdir? Bu rəsmləri çəkən. Bu da bir yerdə feil sifət tərkibi mübtəda vəzifəsində. Deməli, cavab adı. Amma digərlərini izah eləyəcəm, baxaq. Danışanlar bu məsələ, bəli, burada da mübtəda var, amma feil sifət tərkibi deyil, feil sifətdir. Ona görə bu səhv çıxır. Gələnləri qarşılamaq, onları yerbəri etmək uzun çəkdi. Nə deməli uzun çəkdi? Gələnləri qarşılamaq, onları yerbəyer etmək. Burada məsdər tərkibidir. Özü də mübtədadır, amma məsdər tərkibidir. Özü həmziz mübtədalar var. Deməli, burada yəni məsdər tərkibi olacaq. Bizdə deyək ki, feil sifət tərkibi olsun. Ona görə C-ni silirik. B də getdi. Bu söz söhbəti yayanları, sədəcə kimləri tamamlıqdır. Bu da getdi. Yaylağa qalxanda bu dar cığırlardan keçib gedirdilər. Nə zaman? Burada ümumiyyətlə heç feil sifət yoxdur. Çünki yaylağa qalxanda nə zaman bu dar cığırlar keçib gedir? Bu
fe'l sifətdir. Bu fe'li bağlama tərkibi olacaq. O da zərflik vəzifəsində. Deməli cavab olacaq burada A variantı.